Hər kəs salamlayırıq. Bu günlərim Şimali Amerika materikini Nihat bəylə və Uğur bəylə bir yerdə təkrar xarakterli sual-cavab edəcəyik. Necəsiniz? Yaxşısınız? Səsiz biraz uzadan gəlsin, ürəkli gəlsin, qorxmuyor. Nihat, göstər görüm Şimali Amerika materikini. Göstər görüm Nihat Şimali Amerika materikini. Ayso. Şimali Amerika materiki Nihat neçə yarım kürədə yerləşir? 2 Amerikada şimal, şimal və qərb yarım kürəsində yerləşir. Məsələn, neçə okeandan əhatə olunur? Şimal buzlu, sakit, Atlantik okeanı. Ayso, şimal buzlu, sakit və Atlantik okeandan əhatə olunur. Sahəsində bir ikinci yerdədir. Yox, üçüncü yerdədir. 1 Avrasiya, 2 Afrika, 3 Şimali Amerika, 24,2-dir. Yaxşı, Nihat, göstər görüm Şimali Amerika materikinin sahilində hansı girintilər, hansı çıxıntılar var? Sahil okean sahillərindən başlar ucadan. Mən burada Kaliforniya yarımadası var, Alaska yarımadası var. Bunlar sakit okeandakı girintilərdir. Çıxıntılardır. Çıxıntılardır. Girintilər isə mən Kaliforniya körfəzi var burada, bir də ki Alaska körfəzi var. Bunlar da səsin ucadan gəlsin. girintilərdir. Sonra Get, dur lan, hamısı düzdür. Nə görə bilsən göstər. Şimal buzlu okean var burada. Şimal buzlu okeanda Hudson körfəzi Şimal buzlu okeandır. Nağzını deyirik. bir də James var. Bu girintilərdir. Çıxıntılarsa Butya yarımadası. Butya bir də Ungava yarımadası. Afərin, Ungava qəşəng. Butya yarımadası həm də şimal ucqanıqda yerləşir mənim. Bəli, tamamilə doğru. Keçində Atlantik okeanı. Atlantik okeanda girintiləri deyim, Maine körfəzi var burada. Zofan körfəzi, sonra Meksika körfəzi var. Sonra orada, Kampeçya, ay malazet. Orada, Nihat, Müqəddəs Lavrenti körfəzini demədin, ha dostum? Müqəddəs Lavrenti körfəzi var. Müqəddəs Lavrenti tökülür bura. O da böyük gölləri apardı deyir. Bəli. Tamam. Deməli, yarmadaları da denə. Florida yarımadasıdır, Hudson yarımadası, bir də ki Labrador. Labrador yarımadası, orada Yucatan yarımadası da var da. Ayso. Yaxşı. Bu belə. Keçək indi bunun ucqar nöqtələrinə. Ne görüm, şimaldan ucqar nöqtəsi hansıdır? Butya yarımadasında yerləşən Madison qrupudur. Hansı dövlətdə yerləşir? Kanadada yerləşir. Hansı iqlim qurşağında yerləşir? Arktik. Arktik iqlim qurşağında. Hansı təbii zonada yerləşir? İbtidai torpaqlar. İbtidai torpaqlardır. Nə var orada? Buz, səhrası var. Düzdür. Keçdik şərq ucqar nöqtəsinə. Şərq ucqar nöqtəsinə Sentral qrupu. Kanadada yerləşir. Subarktikdə yerləşir. Ya səsim möhkəm gəlsin. Subarktik iqlimdə yerləşir. Tundra qileyli təbii. Tundra qileyli torpaqlar. Torpaqda meşə tundra. Meşə tundrada yerləşir. Tundra və meşə tundra. Qileyli torpaqlardır. Keçdik qərb ucqar nöqtəsinə. Qərb ucqar nöqtəsinə Uels Şahzadəsi. Hansı dövlət? ABŞ-da yerləşir. Hansı iqlim qurşağı? Subarktikdədir. Hansı təbii zona? Tundra. Tundra və meşə tundra. Torpaqlar nə idi? Tundra qileyli. Tundra pozu. Cənub ucqar nöqtəsi hansıdır? Burada mən Mariat tuttum. Hansı dövlətdə yerləşir? Panama. Panamada yerləşir. Hansı iqlim qurşağında yerləşir? Ekvatorda. Hansı təbii zonada yerləşir? Savanna və seyran meşə. Hansı torpaqlarda yerləşir? Qırmızı fəralizdə Qırmızı qonur torpaqlarda yerləşir. Əksən. Ucqar nöqtələri təpəsinə gözünə döyüb bir tər bir yana çıxartdın. İndi sən bir damcı nəfəs al, Uğur devrəyə girsin. Uğur, relyefini soruşaq, yaxşı. De görüm, belə olanda ikimiz yerləşirik kameraya. Mən çox böyüyəm, yerləşmirəm mən kameraya. Yaxşı, deməli olur, göstərirəm dostum. Şimali Amerika materiki relyefinə görə baxsan, nə görərsən? Qərbi düzənlikdir, ayso. Qərbinin Kordilyer dağları olmasının səbəbi? Geosinklinal. Bəs burada niyə geosinklinal deyiliyor, ay olur? Çünki burada sakit okean tavasında Şimali Amerika tavası. Topquşur, afərin. Sakit okean tavası ilə Şimali Amerika tavasıdır. Uğur, səsin biraz uzadan gəlsin, çünki kimi cavab versən eşidilsin də. Bəs şərq hissəsi nədir bunun? Düzənlik tavası. Platformadır, düzənlikdir, eləmi? Bu, deyək ki, Şimali Amerika materikinin belə deyək də, Baykal qırışıqlığında, ən qədim qırışıqlıq, Baykal qırışıqlığında hansı əraziləri yaranır? Ən qədimdə. Platformanın bünövrəsi, eləmi? Yəni şərqi. Kaledon qırışıqlığında nə yaranır? Apalas dağlarının şimalı. Qeysində
Appalaçın cənubu. Mezozoyda kim meridə? Qayalı bölge. Afərin. Bəs Kaynazoyda alt dağa milə gəlməsində? Sahil. Afərin, sahil olur. Bəs Kordilyer dağları olur, neçə yerə bölünür? Şərqi, qərbi, dənmər. Mərkəzi, maladır. Şərqi, qərbi Kordilyer. Deməli deyirik ki, Şərqi Kordilyer qayalıdır, hə? Qərbi Kordilyer də sahildir, də, düzdürmü? Bunların mərkəzində hansı yaylalar var? Görsümkanda yerləşən yaylalar var. Kolumbiya, Colorado. Aha. Yuxu. Böyük ölçə. Böyük ölçə, bir də Meksika yaylası tamamilə doğrudur. Bu sahil Kordilyer tərəfdə bəzi silsilələr var. Onun adını bilirsən, birdən onlar da götürüb atarlar, sual yazarlar. Şərqi Sierra Madre, qərbi Sierra Madre, Bilirs, Sierra Nevada. Mualades, ərsə. Kaç səsin burada yaxşı çıxada ki, kimi cavab versən, deyib olmasın səsi. Tamam, doğrudur. İndi keçək bunun şərq hissəsinə. Biraz da bu. Bir də görsüngünü aldı. Orada vulkan böyük ehtimal olacaq. Hansı vulkanlar var? Makpindi, Reyni, Şasta, Aha, Popocatépetl, aha. Taxumuco. Taxamuco, Orizaba, Momotombo, Nikaragua, Ayso, Vennaminov, İlliamna. Tamamilə doğrudur, ərsə. İndi bir də bu şərq tərəfdə də dedik ki, düzənlikdir də, platforma. Eləmi? Burada platformanın qalxanlarından nəyə misal göstərə bilirsiniz? Kanada qalxanı da Labint. Lavrent yüksəkliyi Kanada qalxan. Çox bəyəndim. Antiklizdir də, o antikliz. Eləmi? Yaxşı, enənləri nəyə göstərə bilərsən? Burada Meksika sahili, Mississippi, Atlantik sahili. Aha. Mərkəzi düzənlik bu düzənlik. Yaxşı, bunlar da sineklizdir. Nihat, deyə bilərsən sən, o mərkəzi düzənlikdə nəyin akkumuliyasiyasına şahid olaraq? Mərkəzi düzənlikdə Moren. Moren, afərin. Yeri bilirsən də haradadır? Göllərin ətrafında, yuxarıda, terörist. Mississippi ovalı nəyin akkumuliyasiyasıdır? Mississippi sayılan Alüvyo, əhsən. Meksika yanı, Atlantik yanı ovalı. Burada Abrazyon var. Abrazyon yəni dalğanın akım. Qələm var əlində, qələmlə göstər. Barmaqla göstərmə xərdə. Tamamilə doğrudur. Əhsən, xoşuma gəldi. Burada sıxıntınız yoxdur deyə düşünürəm. Colorado Plato. Plato nəyə deyildi uşaqlar? Mən üstü yumru olan. Hamar olanda. Hə. Yaxşı, bəs heç demədi yaxı. Relyefdən danışırıq. Şimali Amerikanın ən hündür yeri haradır? Markini. Nə qədərdir? Bilirsiniz, 694. Denali, hə, həmçinin. Ən çöşək yeri nə qədərdir? Nə qədərdir? Mənfi 86. Ayşə, əksin. Əşi, relyeflə bağlı mənə elə gəlir ki, kifayət edər deyə düşünürəm. İndi Nihat, sən keçək iqlimindən danışaq. Şimali Amerika materikinə aid hansı iqlim quşaqları var? Subekvatordan ekvatorial yoxdur, qalan hamısı var. Şimal yarımkürəsinə aid ekvatordan başqa hamısı var. Cənubi hansı iqlim quşlarıdır? Cənubun həm subekvator. Subekvatorial iqlim quşları, əhsən. Subekvatorial iqlim quşları necə iqlim quşlarıdır? İstidir, yayı isti rütubətlidir, qışı isti qurur. Keçiddir də. Özünə mən savaş kütləsi yox. Yay niyə isti rütubətli oldu? Ekvatordan alır. Aha, bəs qışı niyə isti quru oldu? Aynı. Tamam. Bəs Nihat, bunun yayı da istidir, qışı da istidirsə, niyə biz buna yay, qış deyirik? Nə səbəb? Rütubətinə görə, əhsən. Ona görə iki fəslə böldük. Yaxşı, o dağılıb yuxarı subekvatordan sonra hansı iqlim quşları gəlir? Tropik iqlim quşu. Neçə tipi var tropikin? Səhra tropik. Aha, səhra tropik materikin qərbi. Nəyin təsiri ilə yaranır? Soyuq hansı cəryan var burada? Kaliforniya cəryan. Bax, həmin o Kaliforniya yarımadası var ha. Bax, o düşür səhra tropik. Orada hansı səhralar vardı, bilirsiniz? Mən bildim. Mojave, Sonora, Kaliforniya səhralar. Şərqində necə tropik oldu? O nəyin təsiri ilə oldu? Bax, demin məsələn belə bir sualı var ki, Kaliforniya yarımadası ilə Florida yarımadası eynilikdə yerləşməsinə rağmen biri niyə rütubətli, biri niyə qurudu? Bəli, cəryanlar. Çünki Kaliforniya soyuq cəryan, Florida isə isti cəryan təsir edəcək. Yaxşı, Nihat qalxdı tropikdən yuxarı, hansı iqlim quşları gəlir? Bölkəm deyil mi? Nihat, bölkəm də görməm, subtropik də görməm. Mən kim danışdırmam? Subtropik iqlim quşu. Mən kim danışamışam? Subtropik. Deyirəm. Subtropik. Ha, ürəkdən qorxma. Subtropik, hansı tipləri var? Bərdində materikin Arab dənizi var. Mərkəzində kontinental, şərqində isə musson. Arab dənizi yanıntısı nə zaman düşür? Kontinental, sonra keçdi musson. Orada niyə kontinental oldu ora acaba?
Mən qərbdən onsuz da rütubət gələ bilmir, axtarlar. Aha. Kandilər də alan, Aha. kəsirlər də alan. Şərqdən də gələndə də Azalır. Bəli, mərkəzdən. Okeanlardan uzaqlıq materik daxili mövqe desək gül gibi olur. Olur. Şərqdə də muson. Muson yağıntısı nə zaman düşür bəs? Yayda düşür. Tamamilə doğrudur, əksən. Yaxşı, Uğur, sən qalq yuxarı, subtropikdən sonra hansı il yuxarı? Uğur ucadan səndə səsin. Mülayim. Mülayimin hansı tipi var materikin gəldi? Əslində orada yazılır, çox rahat. Aha. Kontinental. Aha. Kontinental sonra yenə mülayim dərsi. Deməli, öyrəndik ki, Şimali Amerika materikində subtropikdə muson var, mülayimdə muson yox. Mülayim dənizin xüsusiyyəti nətər? Demişəm ki, bax, TQDK buranı çox sevir bu hissəni, mülayim dənizi çox sevir. Qışı yumuşaq, yay sərin. İl boyda bol yağıntı, rütubət. Aydın oldu. Yanvar ayı 3 dərəcə, 2 dərəcə, iyun, avqust ayı 15 dərəcə, 16 dərəcə, 17 dərəcə. Aydın oldu. İl boyda rütubət, yağıntı miqdarı 900-1100 mm aralığında düşəcəkdir. Yaxşı. Yağıntıları amma daha çox müqayisə eləsək yayda biraz qışa nisbət. Məsələn, 1000 mm yağıntı deyil. 1550-si yayda düşəcək, 450-si qışda düşəcək. Məsələn, bildiyin. Amma təqribən bərabər paylanan. Qayalı kordilyer olur mülayim kontinental, göllərin ətrafı olur kontinental, şərqdə isə yenə mülayim dəniz yaranır. Ondan sonra hansı iqlim qurşağıdır mülayimdən sonra? Subarktik, ondan da yuxarıda arktik. Subarktik necə iqlim qurşağı olur? Özünə məxsama kütləsi yayda alır. Yayda alır mülayim ya. Qışda alır. Açıq. Qıssa yayı olur da bunun. Bildiğin qıssa yayı olur. 40 gözlər belə də büyüdür var. Əsasən donuşur sonrası. Oralar tundra bir şey, tundra təbii zonu var. Yaxşı, buralarda sıkıntımız elə bildim ki yoxdur. İndi Uğur, sən də görüm Şimali Amerikanın daxili suları neçə hövzəyə aiddir? Daxili axar sözdə Sarı Şokan Atlantik Okeanı. Bəli, daxili axar sözdə burada kiçik sahə tutur, düzdür dostum? Şimal Buzlu Okean hövzəsinə aid olan çayların da görüm elə. Möhkəm. Nə? Möhkəm. Möhkəm səsini çıxmır. Ay, onu qışqır görüm elə. Ay, onu bir də qışqır lan. Qışqır elə bir ki, mənim çağırsın. Hayır olsun mənim, bir görüm elə. Yemək görürsən. Ha, Mackenzie. Bildiğin Mackenzie çayı. Sonra Hudson körfəzinə. Bax, Toşuna Hudson körfəzi. Deməli, bax, Hudson körfəzinə hansı çaylardır? Nelson, Churchill, East Main çayı da var orada. Şimal Buzlu Okean hövzəsinə aid olan çaylar. Eləmi? Mackenzie çayı hara tökülür? Bildim də hara tökülür. Beaufort dənizinə. Mackenzie çayı hansı gölü axarlı edir? Böyük kölə gölü, böyük bul gölünü axarlı edir. Əksən. Yaxşı, bəs sən Atlantik Okean hövzəsinə aid olan çaylardır, Nihat? Burada Mississippi var. Var, yaxşı edir, sonra. Arkansas, Mississippi, Ohio'dur. Mississippi qollarıdır. İndi sual verim sənə. Burada əsas çay Mississippi'dir, eləmi? Amma ən uzun Mississippi. Ağaç qolu özündən uzun. Başqa bir dənə mənə elə çay deyə bilərsən, hə? Avustralya'da var. Aha, hansı idi? Murray çayı. Murray olar, hə? Murray, hə. Qoluna da nə idi? Darling idi, Darling, yaxşı. Hə, neyse, Mississippi çayını dedim. Sonra Mississippi'yə qədər orada yuxarıda biri də var idi, amma elə biləm onu bəyək dedim. Müqəddəs dağını dedim mən. Aha. Göllərə xalq edir. Tökülü müqəddəs dağının körfəzinə. Estuar yaradır məsələn. Tamamilə doğrudur. Sonra orada ABŞ ilə Meksikanın arasında sərhəddə yerləşən bir dənə çay var idi. Rio Grande çayı. Rio Grande çayı. Ay bəli, o da Meksika körfəzinə tökülür, onu da yadınızda saxlayın. Uğur, sən Sahil Okean hövzəsinə aid olan çayını belə. Kolumbiya, Colorado. Kolumbiya, Colorado. Yuxarıda bir dənə də nə çay var? Yukon çayı var. Bax, Sahil Okean hövzəsinə aid olan çayları dağ çaylarıdır, sözü düzdür. Dib erozya, yan erozya. Bu şəkilli, bu şəkilli. Aslana şəlalə yoxsa meandr. Hidroenerji ehtiyatı çoxdur, sözü düzdür. Yaxşı, indi Duxun çadır buna cavab ver görüm elə. Hidroenerji ehtiyatı çoxdursa, burada hansı sənaye sahəsi inkişaf edər? Yüngül sənaye. Yüngül nə? Yüngül sənaye. Qulaq as, nə də? Əlvan metallurgiyanın yüngül olar. Demir, əlvan metallurgiya bölümü. Yüngül sənaye bilsən nədir? Deyir bu, paltar. Başa düşdür. Hə, əlvan metallurgiya mən bildirmirsən düz deyirsən. Amma ki, düz demək lazım. O söz düzündən düz var. Deməli, əlvan metallurgiyanın yüngül sahəsi olan
Alüminium istehsalı. Buralarda nə alırdılar? Boksit alıb gətirirdilər də, düzdür? Colorado çayı üzərində, Kolumbiya çayı üzərində kaskad seslər var. Kaskad nə demək şu an? Ardıcıl bilməyəcək. Grand Guri zat var ya, Guri, Grand Guri. Grand Guri şeydədir, Orinoco çayı üzərindədir. Guri. Yaxşı. Hə, neysə. Bu çayların təpəsinə gözlə döyülür, şikast elədirsə. Estuariydi, deltadır müsait okean çayları. Delta olar, sağda nə olar? Estuari olur. Ən böyük kanyon, Colorado kanyonları var orada, bildin? Yaxşı, tamam. İndi göllər var orada. Şimali Amerikanın göllərinin mənşəyi nədir? Buzlaq. Ucadan. Buzlaq. Göstərin görüm, sırf Kanadada hansı göllər yerləşir? Böyük ayı, böyük Ağaçı, böyük ayı, böyük gölü Atabaska, tamam. Sonra ABŞ-la Kanada arasında var idi burada. Yuxarı, Buru, Eli. Aha, Bir də biri qaldı. Ontario. Biri qaldı. Bir də Michigan. Michigan amma o ABŞ-la sərhəddə deyil. Yuxarı Michigan, Huron, Erie, Ontario. Dedi ki, Michigandan başqa hamısı ABŞ-la Kanada arasında sərhəddə yerləşir, yadınızda saxlayaq. Şirin sulu olar, şorsul olar. Bəs deyin görün, Erie və Ontario göllərinin hansı çay birlər? Muhaladəsi, Niagara çay. Üzərində yerləşir, Niagara. Amma bu böyük gölləri axarda elədi, Müqəddəs labirenti çay. Tamam. Bir dənə də burada şorsulu göl var idi. Nə idi? Böyük duzlu göl. Bir dənə də aşağıda tektonik göl var idi. Nikaragua gölü. Əsən. İndi gələk bunun təbii zonalarından bir dəyişik. Deyim mənə görə bu Şimali Amerika materikinin təbii zonalarının yayılması digər materiklərdən hansı xüsusiyyətinə görə fərqlənir? Mən burada sektorluq var da. Sektorluq. Meridianal istiqamətdə uzanır, sektorluq deyirik buna. Yaxşı, əhsən. İndi Uğur cavab versin. Uğur, nəyə görə burada təbii zonalar meridianal uzanır? Çünki dağlar da meridianal uzanır. Buradan da şimal buzlaqlarından. Yox, o başqa söhbət. Nətər? Relief destikov. Ağaç, relief destik. O dağların meridianal uzanması Kordillerin, bax, kömək eləyir əslində. Nəyə kömək eləyirdi? Qərbə doğru kontinentallığı artırırdı da, düzdür? Hə, niyə, zahirə görünmədə, reliefli cəryan deyirsən, onun nə qardır ki, təbii zonalar meridianal uzanır? Mən istikov cəryan var, isti cəryan özündən rütubət gətirir. Amma bu rütubət Qərbə doğru getdikcə azalır, ona görə belə təbii zonalar meridianal istiqamətdə uzanacaq. İndi bax, ən yuxarı hissə var ya, Kanada arxipelağı, sahil boyu zonu. Oraların təbii zonası nə olacaq? Arktik buzluğa, səhralar. Nə olacaq? Buz səhralar olacaq. Yendi yolun altına, göstər gələm belə. Yendi bax alt hissəsi, orada nə olacaq? İqlim lazım deyil, təbii zona deyil. Tundra. Yendi yolun tunduranın altına olur, nə olacaq? Yox, hələ tayqa yox. Tundradan sonra nə gəlir? Meşə tundra. Meşə tundradan sonra nə gələcək? Tayqa. Baxın uşaqlar, bu hissə var ha. Ara, gel bu hissə bu belə duraq. Belə duraq görsəniz. Bir dəqiqə baxın. Bax, bura gördüyük buzlaqdır, Arktik səhra. Biraz düşdü aşağı tundra. Biraz da düşdü aşağı meşə tundra. Bax, bu alt hissə var, fikir verdiniz. Burası hamısı paralel gedir daha. Bura olacaq tayqa. Tayqa nədir? İğnə yarpaqlı meşə. Bax, eşitirsiniz sizlər. İğnə yarpaqlı meşə. Tayqanın torpağı nədir? Podzol torpaq. Yaxşı, yadınızda saxlayın. Podzol külə çalan torpaq. Bu göllərin ətrafı var ha. Göllərin ətrafı təbii zonu. Nə? Ucadan. Torpağı nədir bə? Çimli, podzol. Bax, tayqa iğnə yarpaqlıdır, şamdır, küşnardır, nədir? Podzoldur. Göllərin ətrafı qarışıq meşədir. Nədir? Çimli podzol. Aydın oldu dediyim söz. Tamam mı? Sonra gəldik burada, bax bu hissədə. Təbii zonlar meridianədir. Dəyişən rütubətli meşələr, eyni yarpaq meşələr, sonra meşə çöllər, sonra çöllər. Çöllər hansı zonada olacaq? Bax, böyük düzənlik görsən. Böyük düzənlikdə olacaq. Yaxşı, Kanada ABŞ ərazisində böyük düzənliklərdə meridianal istiqamətdə uzanacaq. Sonra yarım səhra. Bax, bu subtropik Aralıq dənizi təbii zonası nədir bəs? Çollar. Torpaqları bilirsiniz nə bunun? Qəhvəli torpaqlar, əhsən. Sonra da burada da nə olacaq? Savanna, seyrən meşə. Savanna, seyrən meşənin torpağı nədir? Qırmızı qonu, qırmızı Ferrari. Amma qırmızı, sarı Ferrari üçünü bir yerdə dərdir.
10 dərəcə gücü ekvatora. Torbanın tərkibində dəmir birləşmələri artdıqca qızarar, alüminium oksidi artdıqca saralar. Bunu da yadınızda saxlayın. Düşməz edir ki, Allah'ın bilir. Amma bir elə dedik də elə belə. İzoton bağla da videonu.